Allahın 6 vədi. 1. Şükür etməyin qarşılığı. Əgər şükür etsəniz, sizə nemətimi mütləq artıraram. İbrahim surəsi 7. İnsan əlində olanlara görə minnətdarlıq etdikdə, Allah həmin nemətlərin həm miqdarını, həm də mənəvi bərəkətini çoxaldır. 2. Zikr etməyin qarşılığı. Siz məni xatırlayın ki, mən də sizi xatırlayım. Bəqərə surəsi 152. Bəndə Allaha dua, ibadət və zikirlə yaxınlaşdıqda, Allah da çətin anlarında və rəhməti ilə həmin bəndəni xüsusi olaraq himayə edir. 3. Dua etməyin qarşılığı. Mənə dua edin, mən də sizin dualarınıza cavab verim. Qafir surəsi 60. Allah bəndələrindən istəməyi sevir və hər bir səmimi müraciətin qarşılığını mütləq, həmin an və ya xeyirli olan zamanda verir. 4. Tövbə və istiğfar qarşılıqlığı. Onlar bağışlanma diləyərkən Allah onlara əzab verən deyildir. Ənfal surəsi 33. Səmimi qəlbdən edilən tövbə və bağışlanma diləyi, istiğfar, insanı həm dünyada, həm də axirətdə gələ biləcək bəla və cəzalardan qoruyan bir qalxandır. 5. Allahın dininə yardımın qarşılığı. Ey iman gətirənlər! Əgər siz Allaha, Allahın dininə kömək etsəniz, O da sizə kömək edər və qədəmlərinizi möhkəmləndirər. Mühəmməd surəsi 7. Bu ayədə Allaha kömək etmək nə deməkdir? Şübhəsiz ki, Allahın köməyə ehtiyacı yoxdur. Burada söhbət Allahın buyurduğu haqq yolu, ədaləti və onun dininin dəyərlərini yaşamaqdan və yaymaqdan gedir. 6. Təqvalı olmağın qarşılığı. Kim Allahdan qorxarsa, təqvalı olarsa, Allah ona çıxış yolu göstərər və onu gözləmədiyi yerdən ruziləndirər. Təlaq surəsi 2-3. Təqva, insanın Allahı daim nəzərdə tutaraq günahlardan çəkinməsidir. Belə insan, çıxılmaz vəziyyətdə belə Allah tərəfindən gözlənilməz qapılarla xilas edilir və ruzi ilə təmin olunur.